Hər birinizi salamlayıram dostlar, necəsiniz? İnşallah ki, yaxşısınız. Səsim pis düşə bilər, xəstəyəm, ona görə üzrü sayın. Deməli, Real Biznes Telegram səhifəsində belə bir paylaşım eləyib. Paylaşımı sizə göstərirəm belə tərcüməli şəkildə. Özünüz oxuya bilərsiniz. Yəni, bir növ deyirlər ki, Emon platformasından çıxış edən zaman, nə bilim, hesablar bloklarını eləyir. Yəni, biz Emonla danışırıq, nə bilim, sorğu göndərmişik, hər şey həll olunacaq, belə bir şeylər danışır. Yəni etibarınızı bildirmək istəyir ki, biz etibarlıyıq falan, amma siz bunu yenə də inanmayın. Çünki belə şeylərdə həmişə problem olur. Bir həftə sonra yenidən bağlana bilər və aradan çıxa bilərlər. Bəlkə düşünürlər ki, insanları geri qaytardılar. İnsanlar buna inandı və daha çox pul qoyacaqlar. Bu ola bilər. Çünki insanlar hələ də pul qoymaq istəyirlər. Bəziləri yoruma yazırdı ki, nə bilim, deyir mən pul çıxara bilirəm. Belə elə. Zeyfin özü də paylaşıbdı Telegramda. Deyir ki, mən bu proqramı özüm reklam edib paylaşıram və mən pulumu buradan qazanıram. Yəni özü Telegramda paylaşmışdı. Girib öz Telegramına baxa bilərsiniz. Deyir, yəni sizin hesabınıza pulun yatıb yatmamağı mənim üçün maraqlı deyil. Mən pulumu buradan qazanıram. Yəni bunu reklam edir. Deyir, mən tövsiyə eləmirəm də. Yəni deyir ki, mən pulsuz reklam edirəm. Mənim pulum buradan çıxır. Yəni bunu deyir və bizə də buraları reklam edir belə. Biz də giririk, pul vururuq və o qazanır. Yəni bizim üzərimizdən qazanır, belə deyək. Ona görə gəlin belə etməyək və çalışaq buradakı pul əgər Emon geri gəlsə, yəni elə deyirlər ki, bəlkə gələcək, pullarınızı geri çıxarın. Amma belə də deyim ki, yəni mən buradan pul çıxarmağa çalışdım, Tetherdən, həm də ki, bank olaraq pul çıxarmağa çalışdım. Halbuki heç birində pul gəlmədi. Bu insanlar necə pul çıxara bilir? Zeyfin elə özü deyir ki, mən dünənlərə pul çıxarmışam. Qardaş, yəqin ki, bu bizdə işləmir, xaricdə işləyir. Komissiya falan da, yəni bunlardan çıxarış edir ola bilsin. Buna da çıxarış edirsən, yəni bizə də çıxıb gəlməli idi. Mənim hesabımda da heç birində pul yoxdur. Yəni deməyim odur ki, əgər Emon gəlsə, pulunuzu maksimum çıxarmağa çalışın. Başqa da yatırım eləməyin. Qısa və net, yəni bu qədər. Başqa bir şey eləməyin. Çünki yəni aldadılırıq da, belə bir çıxmasın. Niyə bunun dəstək xidməti işləməsin? Niyə bunun kömək xidməti işləməsin də, yəni başa düşürsünüz? İşləməlidir. Bunlar bizə gəlməlidir. Baxın, mən bu belə mesaj gəlmişim, heç mənə baxmamışdılar, baxmayıblar da. Yəni bu heç bilmirəm nə mənadadır, açılmış falan deyir. Baxıblarsa niyə cavab vermirlər? Yəni biraz qəribədir. Ona görə yəni çalışın, pulunuzu çıxarın oradan. Heç bir şey uşaqlar, deməli bu videonu maksimum bəyənin, paylaşın. Bir də kanala abunə olun. 100 abunəyə çatırıq. Buna görə də sizə təşəkkürlər edirəm. Təşəkkür edirəm. Çox sağ olun. Allah razı olsun. Görüşərik.